Dostlar salam, hər vaxtınız xeyirli olsun. Rəbbim gününüzü, ömrünüzü xeyirli, bərəkətli yaşayanlardan eləsin. Sağlam olaraq həyatına davam elətdirənlərdən eləsin. Dostlar, bu günlərim süni intellekt haqqında danışmağa çalışacağım. Bu məsələ demək olar ki, artıq günümüzün ən aktual məsələlərindən biridir. Hər gün qarşımıza çıxır və dinin gələcəyi bu barədə necə olacaq, dinə ehtiyac qalacaqmı, bu kimi suallar var. Onunla bağlı qısa olaraq öz görüşlərimi, düşüncələrimi sizinlə paylaşmaq istəyirəm. Demək olar ki, hər gün süni intellektin müxtəlif məharətləri ilə tanış oluruq. Bu tendensiya gün ötdükcə daha çox müxtəlif sahələrdə özünü biruzə verir. Süni intellekt məsələsi həm fəlsəfi sferada olduğu kimi, teologiya sahəsində də, ilahiyyat sahəsində də müzakirələrə səbəb olub. Hazırda da bəzi mütəxəssislər süni intellektin bugünkü səviyyəsini gələcəkdəki ilə müqayisədə dar çərçivədəki süni intellekt adlandırırlar. Yəni hələn bunun müəyyən dövrdən sonra inkişaf olacaq. Bu haqda qısa olaraq qeyd edəcəm. Amma mən deyim ki, bu sahədə Fransada dissertasiya müdafiə edən bir gənc dostumuz var, Furkan adlı. Ondan başqa Amerikada, sonra Kanadada müdafiə eləmiş bir dəyərli hocamız var, dostumuz var. Onunla bağlı da bu barədə geniş müzakirələrimiz oldu Əmrə adında. İnşallah vaxt olsa bəlkə onunla da görüşüb bir video söhbət hazırlayacağım inşallah. Bunu sizə təqdim etmək istəyirəm. İndi dostlar, mənim bu məsələlərlə bağlı öz düşüncələrimi, fikirlərimi sadəcə olaraq sizinlə bölüşmək istəyirəm. Yəni bu məsələnin əhəmiyyətini, bu məsələnin hansı formalarda sabahlarım müsbət və yaxud da mənfi mənada istifadə ediləcəyini qeyd etmək istəyirəm. Məfhumatdan və xurafatdan bezmisinizsə, Elşad Mirinin YouTube kanalına abunə olun və paylaşın. Dostlar, gözəl insanlar. Bəzi dünyasını dəyişmiş, tanınmışların bir-birinə qovuşduğunu yaxud da qovuşdurulduğunu göstərən axirətlə əlaqəli müəyyən süni intellekt videolarına hər birimiz rast gəlirik. Çünki sosial şəbəkələrdə süni intellektin bu tip dar çərçivədə istifadə edildiyini hər birimiz görürük, qarşımıza çıxır. Hazırda süni intellekt dinlə əlaqəli müxtəlif tədqiqatlarda istifadə edilir. Yəni bu istifadə edildiyi kimi cürbəcür tətbiqlərdə də, application dediyimiz məsələlərdə də işlədildiyinə, istifadə edildiyinə şahid oluruq. Hətta bəzən belə bir iddialar da səslənir ki, Tanrının özü elə süni intellektdir. Sonra amma məsələn ateist olanlar, Tanrını inkar edənlər bu sahədə məsələn süni intellektin bir tanrı ola biləcəyini qeyd edirlər. Mən də həqiqətən onlara dedim ki, əgər belə bir süni intellekt tanrı olacaqsa, elə bugünkü tanrı anlayışını süni intellekt olaraq qəbul edirsənsə, o zaman sənin ateist dediyin anlayışın özü aradan qalxır. Hələ deyirəm ki, müasir dövrümüzdə süni intellekt yeni ortaya çıxmağa başlamışkən, sən əgər artıq süni bir intellektin tanrı ola biləcəyini düşünürsənsə, deməli tanrı anlayışını inkar eləmək əbəsdir. Amma mən istəyirəm qısa olaraq qeyd edeyim ki, bugün Tanrının mövcudluğu, sonra kainatla əlaqəsi, insanın mahiyyəti, azadlığı, kainatdakı yeri, insanın missiyası kimi mövzularda müxtəlif fikirlərin ortaya çıxmasına səbəb olduğunu görürük bu süni intellektin. Bəli dostlar, həqiqətən süni intellekt artıq həyatımızın bir hissəsinə çevrilir. Məsələn, gündəlik işlərimizdə həyatımızı asanlaşdırdığı kimi, bəzən çaşdırıcı cəhətlərinin olduğunu, hətta sui-istifadəyə səbəb olduğunu da qeyd etməliyik. Yəni bunu da görürük. Süni intellektin bugünkü istifadəsinə baxanda dinlərin qurtuluşla əlaqəli ifadələrinə mənfi təsirinin də şahidi oluruq. Məsələn, sizə bir məqamı qeyd edeyim. Transhumanizm deyilən bir ifadə var, termin var. Bəs rahatlıqla soruşa bilərik ki, transhumanizm nədir? Yəni bu da ilahiyyat sahəsində ciddi elmi araşdırmaların mövzusudur əslində. Amma istəyirəm qısa olaraq qeyd edeyim ki, əslində dostlar, transhumanizm həm fəlsəfi, həm də
intellektual hərəkət adlandırılır. İnsanın fiziki, sonra idrak qabiliyyətinin artırılmasına çalışan bir hərəkatın adına transhumanizm deyirlər. İnsanın yaşlanmağının, xəstələnməyinin qarşısını almaq üçün müxtəlif, həm də mürəkkəb texnologiyalardan, sonra elmin inkişafından bəhrələnməyi əsas almağa çalışaraq bir çox məsələdə insanı ölümsüzləşdirməyə səy göstərən bir sistemdir. Əslində transhumanizmdə əsas məqsəd insanın vəziyyətinin yaxşılaşdırılmasıdır. Yəni fərqli bir insan tipini, insan mərkəzli bir yanaşmanı təqdim etməkdir. Buna görə də transhumanist mütəfəkkirlər bu gün mövcud olan texnologiyaların gələcək inkişafını, bəşəriyyətə verəcəyi faydaları ya da insanlığa vuracaq zərərləri geniş müzakirə edirlər. Bununla bağlı müxtəlif kitablar yazırlar, müxtəlif məqalələr ərsəyə gətirirlər, müxtəlif sempoziumlar düzənləyirlər. Yəni hazırda da transhumanizm bu fikir süni intellektdən dəstək alaraq insanı tamamilə mükəmməl hala gətirməyə çalışır. Kamil insan deyilən bir anlayışı formalaşdırmağa səy göstərir. Hətta qeyd edə bilərəm ki, ölümün qarşısına keçməyin yollarını da axtarır. Bu əslində çox geniş bir mövzudur, amma söhbəti uzatmamaq üçün istəyirəm indi süni intellekt mövzusuna qayıdaq. Deməli dostlar, gözəl insanlar, süni intellekt istər-istəməz həyatımıza çevriləcək. Həyatımızın bir hissəsi yox, həyatımızın özünə çevriləcək. Bunun qarşısını istəsək də istəməsək də almaq mümkün olmayacaq. Çünki bu gün internetsiz bir həyat mümkün olmadığı kimi, yaxın gələcəkdə də süni intellektsiz həyat təsəvvür edilməyəcək. Məsələn, deyək ki, yaxşı xatırlayıram, məsələn, Z nəsli dediyimiz övladlarım məndən çox rahatlıqla internetsiz necə yaşadığımızı soruşa bilir, nələr etdiyimizi, həyatın necə olduğunu soruşur və təsəvvür eləyə bilmir necə olduğunu. İndi də bundan başqa məsələn alfa nəsli yetişir. Bugün ibtidai sinifdə oxuyan övladlarımız, yaxınlarımız artıq onlar kodlarla da məşğul olurlar. Bundan başqa süni intellektlə bəzi məsələləri soruşa bilirlər, oradan öyrənə bilirlər. Təsəvvür edin, elə bir dövr gələcək ki, həqiqətən həmin o alfa nəsli də bizlərdən süni intellektsiz necə yaşanıldığını, həyatın necə olduğunu soruşacaqlar. Çünki onlar onsuz bir həyatı təsəvvür eləməyəcəklər. Amma indi bizim işlətdiyimiz adicə əlimizdəki telefonlarımız demək olar ki, bədən üzvümüzə çevrilib. Onsuz heç yerə getmirik, o olmasa sanki həyat maraqsız gəlir. Yəni bu təsəvvürləri hər birimiz yaşayırıq. Bəzən boş qalan kimi əlimizi atırıq telefona, gələn mesajlar və yaxud da xəbərlər, yaxud da baş verən hadisələrlə bağlı məsələlərə üz tuturuq. Sanki bunsuz yaşaya bilmərik kimi bir təsəvvürlər yaranıb və bir çoxlarımız da bunun əsrinə çevrilirik. Bundan qurtulmağın yollarını axtarırıqmı? Bunun özü bir sual altındadır. Həqiqətən yeni texnologiyalarla vücudumuzun, bədənimizin bir hissəsinə çevrilən ağıllı telefonlar, yəni smartfonlar indi süni intellektə qovuşur. İstifadə etdiyimiz kompüterlər, sonra planşetlər, sürdüyümüz hətta nəqliyyat vasitələri demək olar ki, süni intellekt vasitəsi ilə təchiz olunur. Təsəvvür eləyin, gecə maşını elektrik enerjisi yığması üçün qoyuruq, səhər maşına əyləşəndə bir çox sistemin dəyişdiyinə şahid oluruq. Çünki biz yatanda artıq yeni güncəlləmələr maşının öz interneti ilə yenilənir. Din deyini ilə bu cürdür. Təsəvvür eləyin, bütün söhbətimizdə müxtəlif din mövzusu açılır. Gündəlik işlərimizdə dinlə əlaqəli fikirlər müzakirə edilir. Məsələn, ailə həyatımızda olsun, bayramlarımızda olsun, cəmiyyətdə olsun, bir yerə yığışanda olsun, mütləq həmin o müzakirə əsnasında mövzu din məsələsinə gəlir. Yəni din bu gün də istər ateistində, istərsə deistində, istərsə agnostikində, dindarında mütləq müzakirə predmeti olur. Yəni istəsək də, istəməsək də mövzu gəlib bu tərəflərə çıxır. Bir söz deyə bilərik ki, din də həyatın hər sahəsinə təsir edən bir ünsürdür. Yəni bunu inkar eləyə bilmərik. Din hər birimizin həyatına həm fərdi olaraq, həm də cəmiyyət olaraq toxunur. Bizim yaşayışımıza müdaxilə eləyir.
hər nə qədər bəzi məsələləri, problemləri palazın altına süpürməyə çalışsalar da, sabahların bunun ciddi bir fəsadının ola biləcəyini də qeyd etməliyik. Yəni bunun da şahidi olmuşuq, görmüşük. Bu haqda inşallah bir video çəkib qeyd eləyəcəm. Vaxtı ilə deyək ki, Əbu Bəkir məscidi kimi tanınan həmin o Nərimanov rayonundakı Cümə məscidinə qumbaranın atılması, yaxın keçmişimizdə bir neçə il əvvəl Ramazan ayında həm iftar eləyən hər iki şəxsin, məsələn, millət vəkili Fazil Mustafaya başqa bir dini darın, özünü dindar sayan insanın müxtəlif silahlardan istifadə eləyərək atəş açması, yaralaması, ölümünə vurması, bunlar da məsələnin başqa bir tərəfidir. Dostlar, həqiqətən cəmiyyətdə baş verən hər bir hadisə, baş verən olaylar, xüsusilə də süni intellekt kimi geniş sferaya təsir edən prosesin dinə də təsirsiz ötüşəcəyini iddia eləmək absurddur. Din təsəvvürü, din anlayışı, din mövzusu da buradan mütləq və mütləq payını alacaq. Məsələn, insan nədir? İnsanın məsuliyyəti necə olmalıdır? İnsanda mövcud olan dini düşüncə süni intellektə tətbiq edilə bilərmi ya edilə bilməzmi? Yəni bu kimi müxtəlif klassik təriflər, iddialar, fikirlər əslində təkrar nəzərdən keçirilməli olacaq. Bu İslam hüququ adlandırılan məsələn fiqh məsələsində, İslam iqtisadiyyatı adlandırılan bank sektoru, sığorta və sair məsələlərdə, sonra kəlamda, İslam fəlsəfəsində də mütləq və mütləq öz sözünü deyəcək. Lakin maraqlı məsələlərdən biri də süni intellektin dininin, inamının olub-olmayacağı mövzusudur. Məsələn, teoloqlar tərəfindən, dinşünaslar tərəfindən, ilahiyyatçılar tərəfindən müzakirə predmetlərindən biri də budur. Çünki hazırda bildiyiniz kimi ChatGPT olsun və yaxud da Çinlərin DeepSeek olsun, bunların işləyiş mexanizmi bizim ora yüklədiyimiz möhtəşəm dataların, informasiyaların, sonra məlumatların, onların ora yerləşdirilməsi, yüklənməsindən ibarətdir. Bu süni intellektlər mövcud məlumatları sintez eləyir, təhlil eləyir, sistemləşdirir, müqayisə eləyir, sinxron tərəfini çıxardır. Ondan sonra bir də görürsünüz ki, qarşımıza fərqli bir analiz çıxdı. Yəni, bilirik ki, hər birimiz bir insan nə qədər çalışsa da, gecə gündüz yatmasa da, yenə də mövcud olan kitabları, məqalələri oxuyub yekunlaşdırması, bunları yadda saxlaması mümkün olan bir məsələ deyil. Amma süni zəka ilə bağlı bunu deyə bilmirik. Çünki biz süni intellektdə bu günə kimi yazılmış, ərsəyə gətirmiş bütün kitabları, məqalələri, hətta əlyazmaları belə yerləşdirə bilirik. Sonraki mərhələdə süni intellekt həmin informasiyaları, məlumatları, bilikləri, bilgiləri çox şaxəli öyrənmək taktikaları ilə, hətta deyə bilərik ki, süni neyron şəbəkələri kimi müxtəlif loqaritmlərdən istifadə edərək bunları ərsəyə gətirir. Süni intellekt bu məlumatlar arasında əlaqə qurur. İnanın, bu böyük bir həcmdə məlumatları, necə deyək, bir növ ələkdən keçirir. Onları ayrışdırır, əlaqə qurur. Hətta bunları yoxlayanda kifayət qədər mənalı nəticələr əldə elədiyinə də şahid oluruq. Yəni bu hər bir sahədə, daha doğrusu məsələn İslamla əlaqəli sahələrdə, ilahiyyatda, tədris edilən mövzularda da yeni nəticələrə əslində nail olmaq deməkdir. Baxın, mən sizə bir misal verim bundan bağlı. Məsələn, təfsirlə əlaqəli yazılmış bütün ədəbiyyatı, bütün təfsirləri, mövcud olan, məsələn, heç təfsirçilərin belə, müfəssirlərin belə oxuya bilmədikləri qədər məlumatı, datanı, informasiyanı, ədəbiyyatı həmin o süni intellektə, süni zəkaya yükləyəndə, həmin o süni intellekt onlar arasında çox maraqlı əlaqələr qura bilir. Hətta Quran ayələrindəki terminləri, ifadələri, dilin qayda qanunlarını, sərf nəhif bilgilərini süni intellektə düzgün yerləşdirdiyimiz təqdirdə bəzi səhv tərcümələrin də düzgün formatlarına şahid ola bilərik. Məsələn, hazırda süni intellekt vasitəsilə bəzi məsələləri müzakirə elədiyim zaman o mövcud olan, ona yerləşdirilmiş informasiyanı, tərcüməni mənə verdikdə, mən bu sözün başqa bir mənasının olub-ola bilməyəcəyini soruşduqda, o həmin mənanı gətirdikdə, sonra həmin məna ilə əlaqədar oradakı ərəb dilinin mövcud qaydalarına uyğunlaşdırdığı təqdirdə, həqiqətən gəldiyimiz, axtardığımız
düzgün tərcüməni verdiyinin şahid ola bilirik. Hazırda təsəvvür edin ki, süni intellekt indiki səviyyədə dar mənada süni intellekt adlandırılır. Yəni hələ bu çox inkişaf eləməyib. Bundan başqa məsələn ümumi süni intellekt var. Bundan başqa yenə də güclü süni intellekt və yaxud da gələcəkdə ya da super süni intellekt kimi terminlər bu günləri məsələn bu sahəni bilən adamlar arasında istifadə olunur. Adicə ümumi süni intellekt bir sahə ilə məhdudlaşmaması deməkdir. Məsələn, daha doğrusu belə deyə bilərik ki, insan zəkası kimi bir çox müxtəlif problemləri tək başına həll edə bilən bir süni intellektlə qarşılaşırıq. Məsələn, süni intellektlə əlaqəli başqa ifadə güclü süni intellekt məsələsidir. Bu konsepsiya çox iddialı bir mərhələdir. Buna görə də süni intellekt elə bir səviyyəyə çatacaq ki, şuur qazanacaq və insanların sahib olduqları qabiliyyətlərə, hətta qavrayışlara, hətta duyğulara, hisslərə, iradələrə sahib olacaq. Bundan sonra süni intellekt, güclü süni intellekt səviyyəsinə çatarsa, həqiqətən bu məsələ ilə bağlı mövzu dəyişir. Hazırda bir çox ekspert bunun baş verə biləcəyini deyir. İslam da belə bir məsələni gündəmə gətirirlər ki, zəka sahibləri üçün olduğuna görə, mükəlləfiyyəti, məsuliyyəti əsas aldığına görə burada süni intellektin də dini ola bilər sualına yox deməyimiz üçün heç bir səbəbin qalmadığını qeyd edirlər. Amma burada əsas başqa bir sual yaranır. Din nəzəriyyədir yoxsa əməl? Ya da nəzəriyyənin həyata keçirilməsi deyilmi? Süni intellekt həmin zəkaya, hətta duyğulara malik olsa, ona sahib olsa, bunu həyata keçirmək mərhələsində necə olacaq vəziyyət? Bu, amma həqiqətən sonraki bir mərhələdir. Bunun da müzakirə edilən məsələlərdən biridir. Onun robotlaşdırılması, robot halında insanlara təqdim edilməsi və bununla bağlı müxtəlif vəzlərin, xütbələrin, movizələrin, moizələrin həyata keçirilməsi, bunları səsləndirilməsi, bunlara artıq fərqli şəkildə təqdim eləyə bilməsi, insanların bunu ayırmaqda çətinlik çəkə bilməsi, bunlar tamamilə fərqli bir məsələdir. Yəni, bunları şahid olduğumuz zaman, bunları öyrəndiyimiz zaman artıq super süni intellektin hansı səviyyələrə qədər gedib çıxacağını görə bilərik. Burada maraqlı bir sual ortaya çıxır. İslam dini süni intellektə necə yanaşır? Yəni buna cavab vermək üçün İslamın ağla əhəmiyyət verdiyini birinci növbədə bilməliyik. Bir də bilməliyik ki, süni intellekt yaradılan insanın nailiyyətləri sayəsində bu gün mövcuddur. Yəni süni intellektə saf formada baxdığımız zaman İslamın bunu dəstəklədiyinə və yaxud da şahid oluruq, düzdür. Amma bunu dəstəkləmədiyini iddia eləmək özü bir absurd yanaşma ola bilər. Məsələn, bilirik ki, bu günlərin xüsusilə də tibb sahəsində çox sayda faydalı istifadəsi var. İqtisadiyyat sahəsində, maliyyə sahəsində asanlıqlar gətirdiyini gördük. Hətta bilirsiniz ki, Singapurda bir bank sektoru artıq yaxın bir neçə il ərzində 30 mindən çox işçisi ilə vidalaşmaqlı olacağını qeyd edir. Yəni bunlar məsələnin hansı tərəfə gətirdiyini görmək üçün həqiqətən maraqlı bir tendensiyadır. Amma bugün məsələn hərbi sahədə olsun, müdafiə sahəsində olsun, süni intellektə sahib olmağın böyük bir potensial olduğunu, yəni bunun dəyərləndirmək üçün vacib olduğunu bilirik. Yəni bu həm də inamı, bir də sabitliyi təmin edir kimi fikirlərin formalaşmasından gətirib çıxarır. Dostlar, deməli ona görə də İslamın buna qarşı çıxacağını, iddia edildiyini heç kim deyə bilməz. Çünki İslam dini insanın canının qorunmasını, malın qorunmasını, mülkiyyətin qorunmasını, dinin qorunmasını, yəni fikir azadlığının qorunmasını əsas qəbul eləyir. Yəni əsas qəbul edən bir mexanizmdir. İslamın bütün hökmləri də baxdığımız zaman görürük ki, məhz bunlarla əlaqəlidir. Ona görə də süni intellekti İslamın bu məqsədləri üçün istifadə eləmək ən doğrusudur, ən gözəlidir. Dostlar, digər tərəfdən, məsələn, süni intellektin sui-istifadəyə açıq bir texnologiya olduğunu da hər birimiz bilirik. Süni intellektin, məsələn, imkanları ilə yanaşı, təhlükələrindən də xəbərdar olmaq lazımdır. Yəni, bir məsələni hər iki tərəfdən biz gündəmə gətirməliyik və bunun müsbət və yaxud da mənfi tərəflərini birlikdə müzakirə eləməliyik.
bundan xəbərdar olmalıyıq. Bunu bilməliyik, ona uyğun olaraq addımlar atmalıyıq. Əgər məqsədyönlü şəkildə, məsələn, sırf naturalist ya da ateist arxa planda süni intellekt hazırlanarsa, süni intellektə bu informasiyalar ötürülərsə, yəni onun yazılımında, kodlaşdırılmasında bu kimi məsələlər gündəmə gətirilərsə, qeyd olunarsa, təbii ki, süni intellekt öz istifadəçilərini din əleyhində istiqamətləndirəcək. Buna görə də süni intellektin verdiyi üstünlükləri biz elə istiqamətləndirməliyik ki, dinlə əlaqəli məsələlər daha yaxşı tədqiq olunsun. Yeni məlumatlar, analizlər, təhlillər ortaya çıxsın. Bütün bunlarda təbii ki, insanın həyatının firavanlığına imkan yaratsın. Yəni, mövcud ənənəvi din anlayışı insanların həyatını necə çətinləşdirirsə, insanların həyatına əngəllər yaradırsa, tam əksinə bütün bunlar araşdırdığımız zaman görəcəyik ki, bəli, süni intellekt vasitəsilə də həmin o çətinliklər, həmin o mövhumat, həmin o xurafat, həmin o bidətlər əslində İslamın yeganə mənbəyi olan Qurana zidd olan məsələlərdir. O zaman bu, insanın həqiqətən süni intellekti düzgün istifadə elədiyimiz təqdirdə insanın huzurlu yaşayışına səbəb olacaq bir mexanizmə çevrildiyinə şahid olmalıyıq. Çünki biz unutmamalıyıq ki, İslamın əsas prinsipi, əsası tövhid anlayışıdır. Yəni, hər işimizdə, hər davranışımızda yaradanı əsas almağımızdır. Yəni, Allahlı iş görməyimizdir. Allahsız həyata baxışımızı dəyişməliyik. Bununla bağlı olan bir yanaşmadır. Həyatımızı Allahın buyruqlarına uyğun olaraq davam etdirməliyik. Çünki əslində hər birimiz bilirik ki, bu dünya müvəqqətidir, fanidir, ötəridir. Mənim dediklərim, mənim olduğunu iddia elədiklərimi bugün dünyada qoyub başqa bir aləmə gedirik. Əbədi həyat üçün burada olduğumuzu yaddan çıxarmamalıyıq. Həqiqətən mütləq bir gün öləcəyik. Uzaq gördüyümüz o gün yaxındır. Amma biz özümüz onu yaxınımıza buraxmırıq. Özümüzə aid eləmirik. Amma nəticədə aqibətimiz hər birimizin eyni olacaq. Ölümümüzdən sonra da dirildiləcəyik. Bunu Rəbbimiz bizə xəbər verir. Bu dünyadakı hərəkətlərimizə görə, davranışlarımıza görə cavab verəcəyik. Bütün bunları nəzərə alaraq dünyadakı hərəkətlərimizi düzgün planlaşdırmalıyıq. Buna görə yaşamalıyıq. Həyatımızı buna görə tənzimləməliyik. Süni intellekti də həqiqətən bu məqsədlə istifadə eləyə bilərik. Ona görə də qurtuluşumuza aparan bir vasitəyə çevrilməlidir süni intellekt. Amma təəssüflər olsun ki, bugün süni intellektin mənfi mənada istifadəsinə dair nümunələrə də şahid oluruq, görürük. Bu da əsasən söhbətimizin əvvəlində qeyd elədiyim o transhumanizmlə əlaqəli olan bir prosesdir. Yəni, transhumanizm süni intellektdən istifadə eləyərək ölümsüz insan xəyalını gerçəkləşdirmək üçün səy göstərən bir intellektual yanaşmadır. Yəni, humanizmdə olduğu kimi insandan başqa ali səlahiyyəti qəbul eləməməkdir. Burada tamamilə insan mərkəzli bir anlayışın olduğunu görürük. Burada kamil insan olmaq, sonra insanı ölümsüzlüyə çatdırmaq, Allahdan müstəqil olmaq, Allaha heç bir zaman, heç bir şəkildə bir ehtiyacı olmamaq kimi bir yanaşmanın olduğuna şahid oluruq. İslam isə bu cür iddiaları qəbul eləmir. Çünki İslamda əbədiyyət yurdu axirət həyatıdır. Yəni, yaşadığımız dünyada özünü Allahdan müstəqil bilmək, Allaha aid eləməmək, Allahın olmadığını iddia eləmək, bununla da sanki Tanrı insan formatı yaratmaq ideyasıdır. Yəni, bunun da qəbul ediləcəyi həqiqətən mümkün bir yanaşma deyil. Çünki kainatın quruluşuna, yaradılışına baxanda buna imkan verən vəziyyətin olmadığını hər birimiz rahatlıqla deyə bilərik. Çünki kainatın bir başlanğıcı var. Müasir məsələn termodinamika olsun, sonra kosmologiya olsun, bununla bağlı nəzəriyyələr, sonra teoriyalar kainatın sonunun olduğunu deyir. Məsələn, bunu bəzən Big Bang dediyimiz o böyük partlayışla, yaxud da böyük donma deyilən anlayışla baş verəcəyini bilmirik. Hətta Big Crunch deyilən bir anlayış da var, böyük büzülmə deyə. Bunun olacağını nəzəri olaraq qeyd olunur. Amma müasir elm bugün kainatın mütləq sonunun olacağını
bu müxtəlif nəzəriyyələrlə, dəqiqliklə bildirir. Belə bir mühitdə süni zəkanın insanları tanrıya çevirməsi ya da ölümsüz eləməsi, axirətdən azad eləməsi kimi bir ssenarinin mümkün olmadığını deyə bilərik. Dostlar, bir də bundan başqa süni intellektin istifadəsi üçün bir etik çərçivənin olub-olmadığı da müzakirə məsələsidir. Məsələn, süni intellektin istifadəsi ilə məxfiliyin pozulması, sonra qərəzli algoritmlər, dezinformasiya sistemləri, sonra epistemik zorakılıq, rəqəmsal faşizm kimi müxtəlif ifadələrin, terminlərin bugün geniş müzakirə olunan məsələlər olduğunu artıq görürük. Həm də şahid oluruq ki, məsələn, bu günlərim biraz əvvəl adını çəkdiyim, məsələn, Çinin hazırladığı süni intellekt olan DeepSeek, məsələn, orada Çinin əleyhinə bir şey söyləmək, bir şey tapmaq mümkün deyil. Eyni zamanda, məsələn, ChatGPT-də olsun, məsələn, orada baxdığımız zaman bilirsiniz ki, bugün baş verən Qəzzaya olan hücumlarda yenə də oradakı tək tərəfli yanaşmanın şahidi oluruq. İnsanlara hər mövzuda məlumat verən süni intellekt algoritmləri həmin o mövzuya gəldikdə susur ya da fərqli şəkildə ona köçürülmüş, ötürülmüş informasiyaları əks elətdirməyə, bizə göstərməyə, bizə verməyə çalışır. Yəni bunun adı nədir? Epistemik zorakılıq deyirlər buna. İnsanların qərəzsiz məlumat əldə eləməsindən bu cürə qarşısı alınır. Bir tərəfdən bu möhtəşəm bir mexanizmdir. Hər cür, məsələn, mövzunu əlaqələndirib bizə düzgün, qərəzsiz cavab verə bilər deyirik. Amma digər tərəfdən də konkret məsələlərə gələndə bunun həqiqətən belə olmadığını, əslində motivasiyalı bir süni intellekt olduğunu şahid oluruq. Yəni bu bizə nəyi göstərir o zaman? Bu bizə nə deyir? Deməli, hansısa ideologiyaya, hansısa hegemoniyaya xidmət edən süni intellektdən bəhrələnməyin, faydalanmağın əvəzinə bizim özümüzün də həssas olduğumuz mövzuları nəzərə alaraq öz süni intellekt texnologiyamızı inkişaf etdirməliyik. Yoxsa məsələn onu yaradan, süni intellekti formalaşdıran, ona sahib olanlar bu sahədə, yəni süni intellekt sayəsində qəbul elədikləri dünya görüşlərini, planlarını daha rahat şəkildə həyata keçirə biləcəklər. İnsanlara asanlıqla, rahatlıqla manipulyasiya eləyə biləcəklər. Dezinformasiya məqsədləri üçün süni intellektdən istifadə eləyəcəklər və yaxud da eləyirlər. Görürük. Sabah, məsələn, dizimizə döyməmək üçün bugün Qarabağın bizim əzəli torpağımız olduğunu sübutlarla süni intellektə biz də dizdirməliyik. Həqiqətən bir də görəcəyik ki, sabahlarım bəzi vaxtı ilə xatırlayırıq Google-da bəzi yer adlarının həmin o ermənilərin özlərinin istifadə elədiyi adlarla adlandırıldığına şahid olmuşduq. Yəni bununla bağlı müxtəlif biz mübarizələr apararaq həmin onların dəyişməsinə səbəb olduq. Yəni həqiqətən biz bu günlərim inkar eləyə bilmərik ki, süni intellekt güclü qüvvədir. Yəni bu onun güclü qüvvə olduğunu, bir güc olduğunu həqiqətən biz yaddan çıxarmamalıyıq. Artıq milyardlarla dollarlıq investisiyalarda bunu deməyə əsas verir. Yəni bunlar boşu-boşuna deyil, mənasız yerə bu qədər yatırımlar, sərmayələr verilmir, köçürülmür. İndi məsələn, süni intellekt çipləri istehsal edən şirkətlər dünyanın ən dəyərli şirkətlərinə çevrilir. 4 trilyon dollara çatan bir dəyərdən bəhs edilir. Gələcəkdə iqtisadiyyatın 3/4-ünü süni intellektlə əlaqəli olacağı proqnozlaşdırılır. İnsanlara bu qədər dərindən təsir edən bir sahənin digər sahələrə təsir etməməsi həqiqətən mümkün deyil. Bu din sahəsində də elədir. Digər məsələlərdə də elədir. Bu onun etik məqsədlər üçün istifadəsinə üstünlük verilməsini təbii ki, tələb edir. Amma bu yalnız bir şey söyləməklə ya da arzu eləməklə əldə edilə bilməz. Bu güc həqiqətən bir iqtisadi potensial, rəqabət hardadırsa, biz də bunu nəzərə almalıyıq. Biz də həmin tərəfimizi gücləndirməliyik. Belə bir vəziyyətdə dinin vəzifəsi həqiqətən insanın canının, nəslinin, mülkünün qorunması kimi prinsipləri qoruyub saxlamağı bacarmalıdır. Bunun üçünsə geridə qalmamalıyıq. Həqiqətən biz gənclərimizi necə ki, müxtəlif formatlarda artıq yeni data analitik dediyimiz, deyək, kompüter mühəndisliyi olsun,
kodlaşdırma ilə bağlı məsələlər olsun, sonra kiber təhlükəsizliyi olsun, bu sahələrdə yönləndiririksə, istiqamətləndiririksə, bunu davam elətdirməliyik, daha da təkmilləşdirməliyik, daha da inkişaf elətdirməliyik. O zaman həqiqətən biz güclü nəyəsə nail ola biləcəyik Allahın izni ilə. Məsələn, mən də bu sahədə, məsələn, övladlarımın ikisi biri kiber təhlükəsizlik üzrə artıq müxtəlif beynəlxalq sertifikatlara sahib olub, digəri də öz ixtisasını heç biz demədən dəyişdirərək həm matematika sahəsində, həm də süni intellektə sabaqlarım yönələ biləcək, data analitik sahəsində, kompüter mühəndisliyi sahəsində bir ixtisasa yiyələnir. Yəni bunlar özləri həyata artıq daha gözəl şəkildə görürlər. Bizim onları istiqamətləndirməyimizə belə bəzən ehtiyac qalmır. Ona görə də dostlar, həqiqətən bu dediyimiz məsələlər, gündəmə gətirdiyimiz məsələlər əbəs məsələlər deyil. Hər hansısa qulaq ardına vurulacaq bir mövzu deyil. Bunu düzgün şəkildə dəyərləndirdiyimiz zaman görəcəyik. Çünki mən bugün süni intellektdən müxtəlif sahələrdə araşdırmalarımda istifadə elədiyim kimi, sabahlarım başqaları bundan əleyhdə istifadə eləyə biləcək bir məqamlar görürük. Çünki süni intellektin bu günlərim özünü inkişaf elətdirmə mexanizminə şahid oluruq. Təbii ki, süni intellektdə bəziləri soruşduğu zaman onda mövcud olan ənənəvi dinin, ənənəvi İslam anlayışının düşüncələrini, fikirlərini, mövcud bilgiləri bizə çatdırır. Amma onların üzərində iş apardığımız zaman, onları yönləndirdiyimiz zaman, orada doğrularını qeyd elədiyimiz zaman isə məsələnin dəyişdiyini şahid oluruq. Ona görə də, əziz dostlar, bugün bu süni intellekt məsələsi, din məsələsi ilə bağlı bu video söhbəti yekunlaşdırıram. İnşallah bundan sonra 1, 2, 3, 4 mövzu müəyyənləşdirmişəm. Onunla bağlı videolar hazırlayacağam. Biri bunların Musa Peyğəmbərin adam öldürüb qaçması ilə əlaqəli bir məsələdir ki, bunun cavabı varmı deyə Quranda, sonra və yaxud da Tövratda. Bununla bağlı mövzunu işləmişəm. Daha doğrusu araşdırmamı yekunlaşdırmışam, qeydlərimi eləmişəm. Bunu sizə çatdıracağam. Digər bir məsələ, sabahlarım müsəlmanların inkvizisiyası deyə biləcəyimiz bir məsələdir. Düzdür, bu katolisizmdə olan bir məsələni İslamla əlaqələndirməyimizdir. Bunu qeyd eləyəcəm inşallah. Sonra da 1-2 mövzu da olacaq. İnşallah onu yekunlaşdıracağam. Ondan sonra da bu aralarda da vaxt olduqca canlı yayınlar açıb 1-2 də müsahibələrimiz var idi. Onları da hazırlayıb sizə təqdim edəcəm. İndi isə sizlə sağollaşıram. Sağ olun. Gələcək videolarda, söhbətlərdə görüşənədək Allah amanında. Dini darların rəvayətlərindən yorulmusunuzsa, nağıllardan bezib haqqı axtarırsınızsa, İslamda nələrin olub olmadığını bilmək istəyirsinizsə, Elşad Mirinin İslamda varmı kitabı göydən düşmə olacaq. Əldə etmək üçün 012 408 08 88-ə zəng edin. 051 408 08 88 WhatsApp nömrəsinə yazın.